Hamıya salam dostlar, mən Toğrul Ahmet. Bugünkü reaksiya videomuz şəhərlərdə ən çox yaşanan avtomobildir. Bu mahnıdan biləcəksiniz hansı maşındır deyə. Keçid alaq birinci videomuza. Tutamadım erken çözüldü diye. Geçən ledlərə baş hala. Oyda özdə aşağı vurulan işıq şeydir, bənövşəyi rəngdədir. Asfalda vuran işıq. Çox qəşəng görsən ha, həqiqətən. Qəşəng. Elə bir filmdir. Özü yenə də görürsünüz Moskvada sürürlər da qaqaş. Disklər çox efirdə ha. Nivaların mahnısıdır da bu uşaqlar. Sadə disk. Kurub pulyonka da özdə. Qəşəng. 90-088. Yəqin bu Nivanı tanımış olarsınız. 07 var idi, 088. Hər ikisi deyəsən bu qaqaşındır. Maşallah qaqaşın sürdüyü bütün maşınlar stoykada da ha. 065. Uşaqlar, Nivanın farasına baxın, belə qıraqdan angellər yanır, Qalikın farasına oxşuyur. Çox qəşəng görsən, yaraşır. Mənə ən ləzzət eləyən Nivanın forması belə qapqara, yəni Nivaya ən qəşəng yaraşan rənglərdən biri qara rəng. Bu bizim rayonumuzun Nivası idi vaxtı ikən, həqiqətən çox göz oxşayan Nivadır. Rayonda da həmişə stoykada olub. Eski üzgülər, faraları görürsünüz uşaqlar. Galenwagen faralarıdır. Nivaya ən çox bu faranı qoyurlar. Wranglerdən çox Nivanın özünə yaraşan fara məhz bu faradır. 079. Fiyoletovi patbilesiz bunda da. Ablisovkasına da fikir verin uşaqlar. Qəşəng maraqlı ablisovkası var. Bir də ki bunun farası düzdür. Fikir verin. Bu Wrangler farası deyil, səhv eləmirəmsə. Bəs sizcə bu faranın adı nə gedir? Yəni xət olan da belə normal faradır. Bir dənə xət gedir ortadan. Bunun adı olmalıdır məncə. Hansısa maşının farası belədir. Prosto bilmirəm dəqiq. Bilən varsa şəhərlərdə qeyd eləsin. Ən çox yaraşan disklərdən biridir bu. Arxada eskalator sürən qaqaşa var, halal olsun ki, maşını gör. Bir balaca santimetrdən saxlayır, Yəni onu hər adam ürək eləyib saxlaya bilməz. Halal olsun. Qəşəng 21 Gədəbəy seriyası. Gədəbəylər, görmüsünüzmü bu Nivanı? Rayonlarda həqiqətən maraq var ha. Rayonlarda vidli maşın yığanlar var. Bu farası da özdə interesində ha. Düz xəttin nöqtə-nöqtə formasındadır. Perodok rayonu solidnidir. Güzgülər eski güzgülər olmalıydı. Amma deyəsən Granta güzgülərdir bu güzgülər. Niva güzgülərdir. Niva zavod güzgülərdir axı bu. Bu oyundur deyəsən. Ha, get adıdır. Çox qəşəng yığıblar ha uşaqlar. Normaldir da. Hoppa qayaya baxın forma imeni. Yəni konkret yığıb bu GTA 5-dir yoxsa qəşəng yığıblar, real oxşuyur konkret. Ben hiçbir kayanın Qəşəng. Metalik Niva. Tam metalik deyil əslində. Bunun rəngi biraz fərqlidir. Yaş asfaltdır deyəsən. Faraları çox qəşəngdir. Mənə Wranglerdən çox bu ləzzət eləyir. Belə aşağıdan belə xət-xət gəlir. Belə başqa forma qatırır maşına. Diskin rəngi də, yəni rəngidən qəşəng tutuşur. Amma bir dənə fiyoletovi patbilesi olsa çox qəşəng olardı. Maşallah bu Niva həqiqətən göz oxşuyur. Bu Niva gizlətmiş. Bu səs də tanış gəlir ha. Dostlar, bu Nivanı görmüş olarsınız yəqin. Bu Niva yəni TikTokda ən çox efirlərə işləyən Nivalardan biridir. Həmişə də yəni belə perodok. Əcəmidə mən yaşayırdım. Əcəmidə qalanda bu Nivanı görmüşdüm. Elə eyni viddə idi ha. Allah olsun. Sürən oğlanlar var da uşaqlar. Oy. Nə var uşaqlar? Bir dənə fikir verin. Vay vay vay. Oy. Bir dənə arxadan gələn vurmasın. Video burada qutardı. Uşaqlar. Görsünüz, yəni sağ-sol eləyəndə, yəni bəziləri çox vaxt təkər qalxsanda maşın çox sürüşür. Eləsi var, solidni qalxızır salır. Amma qaqaşı görürsünüz, konkret yəni magistral yolda yaxşı gələ böyük palatal yoldur. Maşın o yana gedir, bu yana gedir. O yana gedir, bu yana gedir. Yəni ki, yəni belə şeylər magistral yollarda belə şeylər eləməyin. Çünki Allah eləməsin, yəni pis bir şey başınıza gələ bilər. Səhv eləmirəm sözdə toy kartecidir deyəsən. Yəni toy kartecini yaz kartecinə çevirməyin də, qanqaraçılıq yaratmayın. Belə şeylərə ehtiyac yoxdur. Əgər belə şeylər eləmək istəyirsinizsə, yenə də deyirəm, treklər var, qapalı məkanlar var. Lap belə bir məkanlar tapa bilmirsinizsə, bir dənə qapalı məkan tapın, nəqliyyat vasitəsi, yəni idarə olunmayan, hər hansı bir şəxsi həyat ola bilər. Yəni orada ürəyiniz istəyən eləyin, istəyirsiniz təkər qalxısın, rüçnoy dartın, yəni bunun cəriməsi yoxdur. Öz qapalı məkanınızda gəl eləyirsinizsə. Amma belə magistral yollarda, yəni kiminsə həyatına və öz həyatınıza təhlükə yaratmayın, daha doğrusu, belə deyək. Nəysə, qaqaş hoqqa vermək istəyir kartejdən. Prosta yəni, məncə eləməsə daha yaxşı olardı. Gəmi siqnalı. Uşaqlar, bu köhnələrin videosu, laf köhnə videosu. Baba, qəşəng. Gəmi siqnalı çox peçat yaraşır axı uşaqlar. Özü Nivaya laf peçat görsənir. Arxa stoplarına baxın uşaqlar Nivanın.
Çox vitdi görsən axı. Bunun bir orijinalları var, bir də var prostoyları. Yəni bu orijinal yəqin ki, amma çox maraqlı görsən ha. Olmağına, yəni zavod da pis deyil, amma mənim fikrimcə bu zavoddan daha yaxşıdır. Maşının arxa hissəsində şotka olmaması cərimə deyil. Yəni arxasında şotka olmaya bilər. Amma ki qabaqlarda mütləq olmalıdır. Qabaqda olmasa cərimədir. Bəzən belə qayda qanun da deyək ki, bilməyən izləyicilər məlumat lazım. 90009. Çox qəşəng nömrəsi var. Bu Drive Show-da yəqin görmüşsünüz, çəkmişdim. Niva həqiqətən göründüyü kimidir də, yəni. Çox səliqəlidir, maşallah olsun. Sadə Niva həqiqətən qəşəng görsən, prosta bu Nivanın bir dənə S-güzgüləri satmış. S-güzgüləri də olsa özüdür. Qardaşımız transdadır. Dayılar güllədi məni. Bu Niva yəqin, yəni deməsək olmaz da, bu Niva Perodokun konkret. Vaxtı ikən deyirlər ki, Perodokun atası bu Nivadır. Bax, həmin Nivanı göstərəcəm sizə. 10-104 seriyalı. Yəni, yeganə Nivadır ki, polnu qalxızıblar qabağını. Lap, yəni, göydələn Perodokdur. Bundan başqa da evdə, eşikdə, yəni rayonda falan sürmür. Qaqaş konkret şəhərin mərkəzində sürür. Özdə nəyi var Perodokla? Göstərən videonu. Yəni, baxın. Çox temada. Qaqaşın özdə səhifəsində də girib baxmıram. Bir dənə interesli səslərlə videolar paylaşır. Temadır. Yəni, növbəti videosuna baxın. Ancaq 104-ün videolarıdır. Milyon sormaq lazımdır, öyle ürəkli olmaq lazımdır. Baxın uşaqlar, əcəmidir deyəsən bura. 20 yanvar falan tərəfə oxşuyur. Nəyi var qalxızıblar ha? Özdə bu Nivan neçə dəfə saxlayırlar ya. 5-6 dənə qayınan videosunu görmüşəm də. Nəyi var qalxızıb qabağını? Ştrafnoydan videosu var. Şəhərin mərkəzində videosu var. Şəhərdə sahil tərəfdə var. Qayı da gedir, bu da gedir. Aparırlar Ştrafnoya. Qaqaş bəlkə Ştrafnoya verdiyi pulu yığsaydı, yəni normal bir dənə maşın alıb qəşəng də yəni sürətdə ürəyi istəyən kimi video verib. Prosta ki, yəni Nivaya pulları dağıdır da bu adam. Amma gündəmə gəlib də konkret. Yəni fikir verin. Yollarda at oynatmaq üçün ən əlverişli. Perodok'a bir dənə fikir verin uşaqlar. Nə boyda qalxsıdır. Qaylar da görür deyir, ha bu nədir? Bu Nivanı yəni saxlamasaq ayıbdır deyirlər yəqin. Ancaq fikir verin, ancaq qayla deyə videoları. Oy oy, ştrafını yaparlar, baxın uşaqlar. Yəni şəhərdə belə vitdə sürməyə icazə yoxdur axı. Amma qaqaş konkret, yəni çıxır ştrafnoydan yenə eyni vəziyyət, çıxır yenə eyni vəziyyət. Bu video son videoydu uşaqlar. Həqiqətən maraqlı söhbətdir. Allah canını sağ eləsin buradakı dostlarımızın hamısında görürsünüz. Hamı istəyir ki, F-leşdəsin, viddi maşın çıxarsın ortalığa. Yəni, göydələn Perodoku da gördünüz. Ona söz yoxdur da. Nivanın göydələn Perodokun damğasını vurub həmin şəxs. Burada videonun sonuna çatdıq. Başqa hansı videoların reaksiyasını gəlmək istəyirsinizsə, videonu bəyənib kanalımıza abunə olmağı unutmayın. Şərhlərdə mütləq şəkildə bildirin. Hələlik bu qədər. Sağ olun, salamat qalın.